Salam əziz abituriyentlər və müəllimlər. Keçmiş tələbələrimizdən biri belə bir sual atıb və sualın altında yazıb ki, bunun həlli alqoritmini quraraq necə yazmaq olar? Yəni alqoritmi blok sxemin qurmağı istəyir bizdən Nərmin xanım. Bu sualın əsli bu cürdür. Deməli, bütün üç rəqəmli natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edən proqramı Python dilində yazın. Əslində sual bizdən bu proqramın Python kodlaşdırılmasını tələb edir. Python dilində kodlarını yazmağımızı tələb edir. Amma biz deməli həmçinin bunun blok sxemini də quracağıq və qurduğumuz blok sxemini təbii ki yoxlayacağıq ki, nə dərəcədə düzgün işləyir. Getdik. Bir daha sual oxuyuram. Bütün 3 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi, bax 3 rəqəmli natural ədədlər hansılardır? 100-dən 999-a qədər. Bu 3 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını tapmalıyıq biz. Və bu, belə deyək, məsələn 100-dən 999 hər 3 rəqəmi 3-ə bölünən 3 rəqəmli ədəddir, amma 100 deyil. Deməli, biz hər 3 rəqəmi 3-ə bölünən ədədlərin sayını tapmalıyıq, 3 rəqəmli ədədlərin sayını. İlk öncə, mən istəyirəm bunun Python dilində kodlaşdırmasını yazaq. Açırıq Python proqramının və fail yaradırıq. Bu faylı dərhal yaddaşa verək. Adını yazaq. Bütün 3 rəqəmli natural ədədlər. Prosta ixtiyari bir ad da verirəm ki, bilim ki, yəni təxminən söhbət nədən gedir. Və bu faili yaddaşa verdim, bu skripti yaddaşa verdim artıq. Deməli, nə edirik? Bizə ümumiyyətlə nə lazımdır? Baxın, bütün 3 rəqəmli natural ədədlər arasında, deməli, hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edirik. Deməli, bu sayı özündə saxlayan bir dəyişən daxilləməliyik proqrama. Və bu dəyişənə ilk başda 0 qiymətini mənimsədəcəyik. Bu S həmin o sayı, bütün 3 rəqəmli, deməli, hər bir rəqəmi 3-ə bölünən, bütün 3 rəqəmli natural ədədlərin sayını, yəni 1000-ə qədər olan sayını özündə saxlayan, deməli, dəyişəni S-lə işarə edirik. Və yaxud elə buna say da deyə bilərik. Say. Amma bu biraz yəni daha səliqəli olsun deyə elə S deyirəm. S-ə 0 mənimsədirəm ilkin olaraq və prosesi başladıram. Bilirsiniz ki, bu dəyirmi düzbucaqlı əslində bu, belə dəyirmi düzbucaqlı. Bu başlanğıc, prosesin başlanmasını bildirir. Və bu S-ə qiyməti mənimsədirəm düzbucaqlı blokda, əməl blokunda mənimsədirəm və dərhal burada bir modifikasiyalı dövrü alqoritmi işə salıram. Yəni, biz Python'da kod yazarkən bu modifikasiyalı dövrü alqoritm, modifikasiya bloku ümumiyyətlə Python'da for dövrüdür. Yəni, for dövrünün xüsusi bir halıdır bu. Modifikasiyanın daxilində. Niyə görə A-nı, bu ədədi, deyək ki, bu ədədlər n bərabərdir 100-dən başlayır, 999-a bitir də, düzdür. Amma mən n olaraq daxil eləmirəm. Ədədin hər bir rəqəmini ayrı-ayrılıqda A, B, C götürürəm. Yəni, bu ədəd A, B, C ədədidir və bilirəm ki, ilk rəqəm 0 ola bilməz. A rəqəmi 0 ola bilməz. Deməli, mən modifikasiyanın içərisində yazacağım və hər biri 3-ə bölünməlidir. Hansı rəqəmlər 3-ə bölünür? 0, 3, 6 və 9. Bu 4 dənə rəqəm 3-ə tam bölünür. Amma A 0 ola bilməz. Deməli, A-nın ilkin qiyməti olaraq 3-ü götürəcəm.
və A bu qiymətləri ala bilər. Bax, birinci yerdə duran bu A 3, 6 və 9 ala bilər. Gəlirəm modifikasiyanın içərisində yazıram A bərabərdir 3, yəni ilkin qiyməti 3 və son qiyməti 10 daxil edirəm. Niyə? Çünki for dövründə range funksiyasından istifadə olunur. Range, mən burada 9 yazsam, A-nın son qiyməti 9 olmalı. 9 yazsam range onu götürməyəcək. Ona görə 10 yazmalıyam ki, artıq, yəni, bax, 3-ün üstünə, bax, fikir verin, 10 yazıram və addım sayda 3 götürürəm. Bilirsiniz ki, bu modifikasiya dövr alqoritmin strukturu belədir. Birinci ilkin qiymət, ikinci yerdə dayanan son qiymət, sonuncu yerdə dayanan isə addım sayıdır. Yəni, burada necə artım olacaq? A ilk olaraq 3 götürür. Sonra ikinci dövrdə üstünə bu addım sayı gəlir, yəni 3'ü gəlir. İkinci qiyməti olur 6. Sonra növbəti dövrdə bir dənə də 3 gəlir üstünə. Üçüncü qiyməti olur 9. 6 üstə gəlsin 3 bərabər 9. Növbəti dövrdə 9'un üstünə 3 gəlir 12. 12 olduğuna görə və bu 10'u aşdığına görə artıq dövrdən bu dövrdən çıxır. Yəni son qiyməti 9 olaraq qalır A-nın. Ona görə mən burada 10 yazmışam. Aydındır, yəni bunu Python'da da göstərəcəm indi. Python'da kodların yazanda daha aydın olacaq. Deməli, A-nı bu cür daxillədik. A, 3, 10, 3. Bu belə. Getdi. Yenə bir dənə modifikasiya bloku yaradıram. Bütün dəyişənləri modifikasiya blokunun içərisində daxil edirəm. Yəni, modifikasiya blokunun içərisində dövrün gövdəsinə birbaşa daxil edirəm. B bərabərdir. B-nin artıq ilkin qiyməti, bu B də, C də. İkinci və üçüncü yerdə duran ədədlərdir. Bunların ilkin qiyməti 0 ola bilər. 0 3'ə bölünən ədəddir də. Yəni 0 3'ə bölünəndə 0 qalır. Deməli, B-nin ilkin qiyməti 0 olacaq. Və B də həmçinin hansı qiymətlər ala bilər? 0, 3, 6, 9. Deməli, mən B-nin ilkin qiymətin 0, son qiymətin 10 götürsəm, addım sayında 3 əlavə eləsəm, B də belə olacaq. B bərabər 0 üstə gəlsin 3, oldu 3. Növbəti dövrdə B bərabərdir yenə 3 üstə gəlsin 3, addım sayı 3'dür də 3 artacaq. 3 üstə gəlsin 3, oldu 6. Növbəti dövrdə 6 üstə gəlsin 3, oldu 9. Yəni, bu addım sayın hər dəfə gələcək üstünə. Bu 3 hər dəfə gələcək üstünə. Və növbəti dövrdə olacaq 9 üstə gəlsin 3 bərabərdir 12. Bu 10'u keçdiyinə görə artıq bu hesabla, bu nəzərə alınmayacaq. B-nin son qiyməti 9 olacaq. Yəni, dövrdən çıxacaq artıq. Bax, C də bu cür. C-ni də yenə modifikasiya çəkirəm. Və C-ni də eynən bu formada daxil edirəm. C 0, 10, 3. Yəni C-nin də ilk qiyməti 0 olacaq, son qiyməti 10'u aşmamalıdır. Addım sayı da 3'dür. Və nəhayət sonuncu modifikasiyanın çıxışında belə bir hesab bloku çəkirəm. Belə bir hesab bloku çəkirəm. S bərabərdir S plus 1. Və bu hesab blokundan çıxıb gedirəm sonuncu dövrə daxil oluram. Sonuncu dövrə daxil oluram. Və bu dövr bitəndən sonra, bax, bir dəfə nə edir? Bax, belə, proses belə gedir. Proses başladı, S-i 0 gördü, sonra gəldi bura. A-nın ilkin qiymətinin 3'ü götürdü. Keçdi aşağı. B-nin ilkin qiymətini 0'ı götürdü. Keçdi aşağı. C-nin ilkin qiymətini 0'ı götürdü. Və keçdi aşağı. Həqiqətən də 300. Hər bir rəqəmi 3'ə tam bölünən 3 rəqəmli ədəddir. Və bu ilk ədəddir. Yəni birinci ədəddir. Burada S hesablanır. S bərabərdir. S-in ilkin qiyməti 0. 0 üstə gəlsin 1. Bərabərdir 1. Yəni 300 birinci həmin o axtardığımız ədədlərin birincisidir. Aydındır?
Sonra yenə gedir, girir axırıncı dövrün içinə. Hələ ki yuxarıda qalır. Yəni A ilə B olduğu qiymətdə qalır 3-ün 0. Qalır hələ ki olduğu kimi. Və proses hələ burada gedir. Bu dəfə C-nin ikinci qiyməti 0-ın üstünə 3 gələcək. İkinci qiymət olacaq 3. Və A-nın qiyməti 3, B-nin qiyməti 0, C-nin qiyməti 3. Həqiqətən də 303-də hər bir rəqəmi 3-ə tam bölünən 3 rəqəmli ədəddir. Və keçdi aşağı S-in ikinci qiyməti. S bərabərdir S plus 1. 1. Axırıncı qiymət 1 idi. 1-in üstünə 1 gələndə olur 2. Həqiqətən də 303 axtardığımız o ədədlərin ikincisidir. Və bu proses davam edir. S gəlir 6, 9 və 12 olmamış. Yəni 9-da çıxır. 9 olandan sonra buranı hesablayıb gəlib giririk bura. S olur 12 və artıq bura gəlmir. Buradan çıxır. Çıxdı, getdi, girdi. Bax, buradan çıxardırıq. Buradan çıxartdığımızı aparıb özündən əvvəlki dövrə daxil edirik. Bax, gətiririk, özündən əvvəlki dövrə daxil edirik. Və deməli, özündən əvvəlki dövrə daxil edirsə, B-nin birinci bir qiymətini götürmüşdü 0-ı. İndi B-nin ikinci qiymətini götürəcək. Bu dövr gedəcək indi burada. B-nin ikinci qiyməti olacaq 0 üstə gəlsin 3. Yəni 6. Və belə olacaq. A hələ ki olduğu kimi qalır. 3 0 üstə gəlsin 3 şey daha doğrusu. 3, B də 3. Gəldi, düşdü aşağı. S-nin birinci qiymətini yenə götürdü 0-ı. Və S-in növbəti. Həqiqətən də 330 növbəti belə bir ədəddir və hesablayacaq burada S. Yəni bu proses belə gedəcək. B də 9-a çatandan sonra keçəcək A-ya. A da 9-a çatandan sonra belə hər bir blokdan 16 dənə nəticə çıxacaq uşaqlar. Hər bir blokdan 16 dənə nəticə çıxacaq və yəni bax belə olur da. Deməli A sabit qalır 3, B sabit qalır 0, C dəyişir. C-nin qiymətləri hansılardır? 0, 3, 6, 9. Bax 3 dənə qiymət alır. C 0, sonra yenə A ilə B olduğu kimi qalır C 3, A ilə B olduğu kimi qalır C 6, A ilə B olduğu kimi qalır C 9. Sonra keçdi. A olduğu kimi qalır B dəyişir. B oldu 3. Yenə C 0, 3, 3, C 0 və C 3, 3, 3, C 6, 3, 3, C 9. Belə görəcəksiniz ki 16 dənə yarandı. Və 3 dənə belə 16 nəticə 48 çıxmalıdır. Çünki burada 3 dənə modifikasiya var da, 3 dənə for dövrü var. Nəticə 48 çıxmalıdır. İndi burada biraz qarışıqlıq oldu. Yəqin ki, ola bilər qaranlıq qalar. İndi gəlin, bunun Python kodunu yazaq, daha aydın olacaq. Və sonunda Word proqramında da blok sxemi çəkib hazır şəkildə atacam qruplarımıza. Deməli, Python kodlarını yazmağa başlayırıq. Dedik ki, S dəyişəninə, S dəyişəni S dəyişəni nə idi? Həmin o sayı, axtardığımız sayı özündə saxlayan dəyişəndi və bu S dəyişəni dərhal 0-ı mənimsədirəm. Daha bunu inputunu daxil etmirəm. Dərhal 0 qiymətini mənimsədirəm birbaşa. S-ə ilkin olaraq 0 qiymətini mənimsədirəm. Və necə ki, blok sxemi qurmağa başlayanda S-dən dərhal sonra modifikasiya blokunu daxil etdik. Burada da for dövrünü dərhal başladıram. For A. Yəni ABC ədədinin birinci rəqəmi A. A olmalıdır. A in range. A-nın ilkin qiyməti dedik ki 3 ola bilər. Yəni 0 ola bilməz. Çünki 0 olsa artıq o 0 neçəsə əvvəldə 0 başlayan 3 rəqəmli ədəd yoxdur. Yəni o 0-ın mənası yoxdur. O 3 rəqəmli ədəd hesab olunmur. Ona görə A 3-dən başlamalıdır. 3 bitməlidir. Dedik ki 10-da. Yəni 10-u götürmür. Bildiyiniz kimi bax. Range. Ona görə modifikasiyanın içərisində də 10 yazsın. Range funksiyası birincini götürür. 3'ü götürür. Amma axırıncıdan əvvəl bitir. 9'a bitir. Yəni 10 ora daxil deyil. 10 və attım sayda 3. Biz burada 9 yazsaq, nəticə səhv çıxacaq. Axırda onu yoxlayarıq. Və attım sayda 3. Yəni ilkin qiyməti 3. 3 çarpacaq, onu keçməmək şərti ilə.
Birinci dövr bitdi. Birinci dövr hazır. Keçirik bu dövrün daxilində ikinci dövr yaradır. İç-içə dövrlərdir. İkinci dövrdə B dəyişəni daxil edirik. B in range B'nin artıq ilkin qiyməti 0 ola bilər dedik də. 0 və bunun da son qiyməti 10. Çünki 0-dan 9-a qədər olan rəqəmlər lazımdır bizə bu 3-ə bölünməsi üçün. Bunun da son qiyməti 10 və nəticə addım sayı 3. Sonra bu dövrdə hazır və bu dövrün də içində bir dənə C üçün dövr yaradırıq. For C in range 0 10 C dövrün necə ki blok sxemində B ilə eyni yazmışdır. Burada da eyni yazırıq. Və S bərabərdir S plus 1. Və print. Print S. Vəssalam. Kısa bir kodla o boyda məsələni həll eləmiş olacaq. Kısa bir kodla. Cəmi neçə sətirdən ibarətdir? 4-5 sətirdən ibarət koddur. 4-5 sətirdən ibarət. Və bu kodu icra edirik. Dedik ki, nəticə 48 alınmalıdır. 48 alınmasa demək ki, kodu düz yazmamışıq. Okey. Və gördüyünüz kimi nəticə 48. Gördüyünüz kimi, yəni kod düzgün qurulub, düzgün işləyir. İndi bunun blok sxemini Word-də yaradaq. Word-də bunun blok sxemi yaratabilmək üçün, yaratmaq üçün daha doğrusu, ilk öncə istəyirəm sualın özünü bura yazım. Çünki bunu PDF-ə çevirib qruplara dağıdacağım. Bütün üç rəqəmin natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edən, bu bilmirəm hansı topludan da hardandır, bilmirəm bu sual. Çünki tələb atıb bunu mənə. Deməli, bütün üç rəqəmin natural ədədlər arasında yazırıq. Şrifti dəyişək. Hətta bunu qara eləyək. Ədədlər arasında bütün üç rəqəmin natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını hər bir rəqəmi 3-ə rəqəmlə yazaq da bunu 3-ə tam bölünən natural ədədlər arasında bütün üç rəqəmin natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən deməli ədədlərin sayını çap edən proqram Python dilində yazın. Ədədlərin sayını çap edən proqramı Python dilində yazın. Sual budur. Bütün üç rəqəmin natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edən proqramı Python dilində yazın. Həlli. İlk öncə Python kodlarını yazırıq. Hətta yazdığımız kodu kopyalayıb oraya yapışdıra da bilərik.